O şəkilə baxanda görürsünüz ki, atadır, oğuldur, müqəddəs ruhdur. Ən birinci hava, ən birinci, məsələn, dua vaxtı biz kəlamla qidalanırıq da, kəlamı qidalanırıq, müqəddəs ruhu içirik. Dua vaxtı ən birinci Allah hava kimi gəlir. Yəni mən duamı artıran sonra Allahı artıq hava kimi hiss eləməyə başladım. Hava kimi belə nəfəs içinə sərkəsən, nəfəs alırsın Allah belə. Hava çünki müqəddəs Allahın bənzərindədir. Yəni bəziləri buna deyəndə bir müsəlmanın birdən təbliğ edəndə deyirdi ki, Allah havadır, yəni belə başa düşmür. Amma sizə bir şey deyim ki, yəni Allah alovdur da, Allah alovdur, Allah nurdur. Amma məsələn, Vəh kitabında yazılır ki, Həvari Yahya Allahı insan görkəmində görür. Daniel peyğəmbər, Yeşaya peyğəmbər də insan görkəmində görür, Yezekiel peyğəmbər də. Amma bəzən alov görkəmində görür. Yəni bəzən yanır, bəzən sönür. Məsələn, Vəh kitabı 4-cü ya da 5-ci fəsildə deyilir ki, Allahın görkəmini Həvari Yahya belə görür. İnsana bənzər idi. Yaşan və qırmızı əqiq daşına bənzər. Yəni Allah əqiq daşı kimidir. Yəni yanır, nur kimi olur, belə daş kimi olur. Bahalı belə parıldayan daş kimi olur. Amma əziz bacı qardaşlar, dua vaxtı Allah özünü zəif hiss elətdir. Ona görə hava kimi. Bəziləri bunu hava kimi olanda məhddə qalır. Məsələn, bir çox pastalar var ya dünyada, hansı ki, vasitələrlə cinləri çıxardar, xəstələrə şəfa verir. Görürsən ki, onlar üfürəndə və yaxud əlini yeyiləndə hava kimi və külək kimi dalğalanır, müqəddəs su. Görürsən ki, insanlar yıxılır. Amma insanlar buna inanmır ki, bu müqəddəs su ola bilər, ola bilməz. Çünki müqəddəs su necə belə hava kimi, külək kimi ola bilər. Amma siz duaların buna inanmayan insan qoydularını artırsın, gör nətər Allah hava kimi hiss eləyəcək. Allahın, məsələn, külək deyəndə hamı məlum məsələ ki, müqəddəs Bibliyada ruh nəzərdə tutulur. Yəni, bir çoxları buna inanır, Rəbbə şükür olsun. Məsələn, Allahın hava ilə, küləklə ən dəqiq müqayisəsi, məsələn, Həvarilərin İşləri kitabında 2-ci fəslində yazılır ki, müqəddəs su bir külək uğultusuna, külək kimi gəlirdi. Alova bənzər külək kimi. Hər bir insan bunu hiss edə bilir. Yəni, amma Allah özünü, məsələn, bizi kəlamla qidalandırır, müqəddəsin istiri də qidalandırır, hər ikisindən də. İkisi də vacibdir. Allahın daxilindən gəlir, çay kimi. Amma bunlar gələndə kəlamla, yəni müqəddəs ruh, hava kimi olur ən birinci. İkisi də bir olur. Məsələn, adicə bir şey deyim ki, məsələn, yazılıb ki, yaradılış 3-cü ya da 4-cü fəsil yazılıb ki, 2-ci ya da 3-cü fəsildə, məsələn, evlənən bir bədən olur. İsa Məsih bunu da. Evlənən bir bədən olur. Ona heç kim ayırmalı deyil. 2 nəfər evlənirsə bir bədən olur. Yəni bu kəlamdakı kəlamla müqəddəs ruh birdir. Gələndə həm birdir, amma təzə vaxtda adam onları bir hiss edir. Yəni bir gəlir. Hava kimi belə içərimdir. Hava kimi belə dolur müqəddəslə, kəlam adamı dolur. İnanılmaz həzz alır. Belə gözəl hiss edir. Rəbbin sevgisini dua vaxtı, ruhun gücü artır. Belə yanan hava kimi. Hava müqəddəs suyun bənzəridir, əziz bacı qardaşlar, əziz həmiləm. Yəni, fiziki aləmdə insanların hava ilə nəfəs alması, yəni, havasız insan ölər də, bizim məsihlər müqəddəs suyundan qidalanmasını göstərir. Biz müqəddəs susuz, biz ruhan ölərik. Ümumiyyətlə, başqa, yəni, havanın nə xeyri var, məsələn, insana, məsələn, bunu internetdə də, yəni, şəkildə olanları bir-bir araşdırıb, məsələn, Allaha belə lap yaxından tanımaq olar. Məsələn, havanın xeyri nədir? Məsələn, adicə, çölə çıxanda görürsən ki, gözü adam başı ağrıya, diş ağrıyanda çölə çıxırsan heç ağrı hiss eləməsin o dərəcədə. Yəni hava öz cismi müalicə elədiyi kimi, məsələn, müqəddəs suda belə bizə şəfa verir, hava kimi. Biraz da keçirsən, havanın rəngi necədir? Havanın rəngi. Böyük ehtimal ki, biz görməsək də havanın rəngi ağ rəngdədir. Tam ağ olmasa da. İndi sonradan deyəcəm o nəyə görə bunu deyirəm, əziz bacı qardaşlar. İkinci punktda şəkildə baxsaq görərsiniz ki, məsələn, kəlam, oğul, yəni un yazmışam, amma müqəddəs su kimi. Artıq ikisini də fərqli adam hiss eləməyə başlayır. Çünki zəif qüvvəni Allah ən birinci özünü hiss elətdirir də. Sonra getdikcə lap güclü hiss edirsə, yəni fərqli qidalar dadını verir. Müqəddəs su suya dönür, amma kəlam una dönür. Müqəddəs su Bibliyanın harada yazılı su, un yazılıbsa, bunlar kəlamla müqəddəs ruha işarədir. Ən çox müqəddəs ruh Yahyanın müjdəsində su ilə müqayisə olunur. Yəni, bu videolarda bir çox dəfələrlə onu demişəm, amma burada açıqlamalar, yeni açıqlamalar çox olacaq. Yəni, 90% bu fərqli video alınacaq. Yahyanın müjdəsində elə deyir ki, kim susaysa yanıma gəlsin. Sonra və yaxud onları verəcək, su ruh barədə dedi. Məni iman ilə daxilindən həyat bəxşidən çaylar axacaq. Mən çayla su ilə müqayisə olunur. Məsələn, Vəh kitabında da yazılır ki, müqəddəs su kimi təmsil olunur. Müqəddəs ruhani sudur. Duanı artırandan sonra əməli başda görürsən ki, su kimi içirsən. Hətta cismani susuzluğu da yatırır. Kəlam görürsən, kəlam amma un dadı verir. Məsələn,
Hətta o köhnə əhdə, Tövratda məsələn un deyəndə kəlam nəzərdə tutulur. İsa Məsih hətta özünü yadınızdadır, Yəhdan müjdəsi deyir ki, mən göydən enmiş həyat baxışdan, mən göydən enmiş çörəyəm. Çörək. Əvvəlcə un kimi olur, hələ sonradan çörəyə dönür. Görərsiniz, möcüzədir Rəbbim. Görün, nə böyük möcüzədir Rəbbim. Amma kəlam unla ən güclü müqayisə bu təsiridir. İlyas yoxsa Elişsə, İlya peyğəmbərin o hansı ki yadınızı xatırlayırsanız, o kasıb qadının evinə gəlir, orada yağla unu artırır, heç vaxt yazır ki, tükənməyəcək. Kəlam orada yağ müqəddəs ruhuydu. Yağ barədə sonra da danışacağım bu barədə. Amma ondan əvvəl un kimi olur. İnan ki, belə möcüzəli qüvvədə Allah. Biraz da dua edirsən, yəni aylar keçir. O kimsə məsələn 5 saat dua edir, kimsə 3 saat dua edir, kimsə 8 saat dua edir. Yəni fərqli məsəllər olur da, ruhun gücü fərqli olur. Yəni kimsə tez hiss edə bilər. Görürsən ki, sonradan kəlam qaymağa dönür, qaymaq dadı verir. Müqəddəs ruhda südə dönür artıq. Fikir versəz, nəyə görə bayaq deyirdim ki, su ağ rəngdədir, əziz qardaşlar. Yox, hava ağ rəngdədir. Çünki fikir versəz, görərsiniz, sonradan suya dönür, sonradan südə dönür, yanır. Allah yanır, qüvvə verir, özünü hiss edir. Yandıqca da görürsən ki, ağır. Məsələn, süd sudan ağdır. Süd sudan ağdır. Belə çıxır ki, sudakı havadan ağdır. Demək ki, hava görməsə də hava da ağ rəngdədir. Çünki Allahın ruhunun bəzilərində yazılır. Müqəddəs su ən çox rəngi ağdır. Kəlamda çox yerdə bu barədə yazılıbdır. Bəzilər bunu ancaq məcazi məndə başa düşür. Deyir ki, məsələn, ağ rəng Allahın salihliyidir, müqəddəsliyidir. Təhsil elə deyir, ruhani görkəmidir əziz bacı qardaşlar. Amma bax, fikir versəz, görəsiniz ki, ata Allahdır. Kəlamı özünü hiss elətdirəndə görürsünüz ki, dərisi onun şüşə kimi olur. Amma ruhu, kəlam qaymağa dönür, ruhu da ki, südə dönür. Bədəni də şüşə kimi olur. Hətta banka belə içindəki su Allahın surətidir. Allah belədir əzizim. Biz də Rəbdə beləyik. Dünyada ümumiyyətlə götürəndə satıcılar kimi təmsil edir, İsa Məsih təmsil edir, Rəbbi təmsil edir. Nə qədər İsa Məsih Allah özünü satıcılarla məsələn müqayisə edir. Məsələn, gübəndən göz məlhəm alsın və kitabında və yaxud da müjdədə Matta'da deyir ki, kimin paltarını satıb qılınc alsın və yaxud da o qızlar məsələni xatırlayırsınız, yazır ki, 10 qız məsəli, 5-i ağıllı idi, 5-i ağılsız idi. Onlar satıcıdan deyir, ayaq alını alma gedəndə. Yəni, satıcı Allahdır. Satıcı dünyada Allahın surətidir. Yəni, bizim salihlimizin əvəzində Allah bizə verir. Yəni, ruhun gücünü artırır, bilik verir, müdriklik verir. Hər şey, xeyri nə varsa, hər şey Rəbdən gəlir. Allah satıcıdır. Dəfələrlə mən yuxuda da Allah satıcı görkəmini göstərir mənə. Müxtəlif şeylər, kəlam, müqəddəs o təmsili müxtəlif şeylər mənə satır Allah. Bədəni şüşə kimi olur, əziz bacı qardaş. Yəni, bunu dünyəvi insana belə desən ki, məsələn, Allah insan görkəmindədir və onun bəzən bədəni, ruhu daxilindəki süd kimi olur, bədəni şüşə kimi olur, banka kimi, bankaya oxşuyur. Adi insan bunu dərk eləməz ki, sən də danışsan necə Allah bankaya oxşuyur, südə oxşuyur. Amma realda Allah belədir. Gələcəkdə çox şey salacaq. Mən hiss elədiklərimi deyirəm, bunu açıqlama kimi rəbdən qəbul etmiş. Hər bir insana Allaha belə hiss edə bilər. Sonra baxırsan, əziz bacı qardaşlar, sonradan yaman səviyyəcə qalxırsan, yəni görürsən ki, qaymaq kəlam artıq bala dönür. Çünki ruhla dolursan, fərqli dadı olur. Bax, fərqli dadı olur. Bal dadı verir, amma ki, müqəddəs ruhdakı yağ dadı verir. Əməli başlı yağa dönür. Köhnə əhdə o müqəddəs kahinləri yağ ilə məhz edirlər. Bu hamısı bizim ruhani məhz etməmizə göstərir. Müqəddəs kəlam belə baldır, müqəddəs ruhdakı belə yağdır. Bu vaxtı artıq hətta bir şey deyim ki, bu südə dönəndə müqəddəs o süd kimi içəndə əməlli başlı dünyanı məsələn ağ rəngdə görürsən. Ruhun rəngini əməlli başlı görürsən. Sonradan yağa bala dönəndən sonra kəlama müqəddəs ruh artıq Allaha adam dünyanı elə bir qızılı rəngli belə eynəkdən baxırsan, dünya şüşədən baxırsan, belə qızıl rəngdən, bal rənginə, alov rənginə, yağ rənginə belə. Dünyəvi insanlar bizim nələr keçirir, bütün bunlardan bir xəbərdilər. Müqəddəs kitabda süddür, baldır, yağdır, Allahın kəlamından əziz bacı qardaşlar, müqəddəs ruha işarədir. Hesabsız ayələr var bu barədə. Məsələn, Yahyanın Zəburda Allahın kəlamı şanə balı adlanır. Allah Rəbb şirin adlanır, köhnə əhdə, sonra Zəburda, yəni yeni əhdə də yazılıb ki, siz dansınız ki, Rəbb şirindir. Yağdakı müqəddəs ruhdur. Gələcəkdə hətta təpələrdən yağlar da süd damacaq, dağdan şərab damacaq. Bu hamısı
kəlamla müqəddəs sudur. Bütün dünyəvi qidalar Allahın kəlamla bədənin, ruhunun surətidir əziz bacı qardaşlar. Necə bal görsən ki, bal xeyridir, bədənə yaraları birləşdirir, çatdırır. Bal necə xeyridir, süd necə xeyridir, yağ necə xeyridir. Allahın kəlamıyla müqəddəs ruhu da belə ruhumuza belə xeyirdir. Amma sonradan hətta Tövratda dəfələrlə yazılır və o İsrail övladlarına deyir ki, sizi süd və bal axan torpağa aparır. Yəni müqəddəs ruhla kəlam axan torpağa aparır. Yəni Rəbb onları öz kəlamıyla müqəddəs ruhunu bəsləyəcəyini onu əvvəlcədən deyirdi. Allahın seçilmiş xalqı idi axı. Kəlamda çox geniş yazılıbdır Allahın süd, yağ, bal haqqında. Saysız ayələr var. Bunlar hamısı müqəddəs olan kəlama işarədir. Həmin vaxtı bədəni şüşə kimi olur. Hətta süd barədə bəhs edən biraz ötürdüm. İnanın ki, hətta qatıq kimi olur müqəddəs ruhu içirsən, qatıq kimi. Yağlı bərkirib pendir kimi olur, motal pendir kimi, cürbəcür pendirlər kimi olur əziz bacı qardaşlar. İnanın ki, həqiqəti deyirəm sizə, bütün qidaların dadını verir. Süd, pendir, biraz suya dönür, yanır, bəzən qatlaşır, bəzən suya su ayran kimi olur. Bəlkə mən bu videoda bir çox şey qaçırdım, hamısını sadar bilmədim, hər şey mənim yadımda qalmaya da bilər. Amma doğrudan da həqiqəti sizə deyirəm, artı, bütün artılara dönür. Doyğa kimi o adam, Allah'a içirsən. Adi insana bunu başa düşməz. Deyir ki, Allah süddür, Allah doyğadır, Allah nədir? Başa düşməz bunu. Amma bütün qidaları Allah öz surətinin bənzərində yarar. Bütün qidalar, insan yiyən, dünyada yediyi bütün qidaları. Belə bir möcüzəli qüvvədir. Məsələn, adicə bir şey deyim ki, sizə, o Əyyub kitabında möhtəşəm elmi ayələr var. Əyyub bir ayədə deyir ki, məni süd kimi tövmədinmi, pendir kimi bərk etmədinmi, xatırlamıram 12-ci fəsildə. Hətta orada belə ruhani bizim doğulmamızı göstərir Allahdan. Allahdan doğulmuş, amma belə fərqli olur, sonra fərqli görkəmləri olur. Sonra dediyim kimi bala dönür, sonra yağa dönür. Adicə kəra yağı olsun, sana yağı olsun, məsələn qoyun yağı olsun, bütün müxtəlif heyvanlar yağı, bütün yağların dadını verir əziz bacı qardaş, müxtəlif. Möcüzəli belə qüvvədir, inanın ki, Rəbbi belə hiss edə bilərsiniz. Başdan tökülür, ağızdan içsilsən, belə əlində paltar kimi o vazqa olur yananda. Sonra bala dönür, belə Allahın kəlamı real baldır, toxumu daxilində olan Allah belə baldır. Hətta bir şey deyim ki, biraz da keçir, bu bal yazının punktun üstündə dayanmaq istəyirəm. Bəhməz dadını hətta verir, belə yandıqca dadı da dəyişir, bəhməz dadını verir. Gələcəkdə ağaca çatanda bu var da, ağac kimi Rəbbi istəyirəm, o var da deyəcəm, hətta ağac belə Allahın sözünü, gələcəkdə deyəcəm onu. Əməli başlıma belə bəhməz dadı verir. Çünki bütün qidalar Allahın surətidir, Allahın kəlamına, müqəddəs ruhunun. Bəhməz kimi istəyirsən kəlamına, Allahın kəlamına, müqəddəsin qarşılığına. Belə böyük möcüzəli qüvvədir. Sonra görürsən ki, şirinləşir, inanırsız, illər keçir, səviyyəcə qalxırsan, şaqalat kimi Allah kəlamı yeyirsən, əməl başdır, konfetdir, şaqalatdır. Məsələn, bal kimi olanda, məsələn, daxildə bal kimi içirsən, Rəbbin bədəni arı pətəyi kimi olur, belə görsən, belə nəziyi olur, belə dəri kimi, arı pətəyi kimi, bədən onun dərisi belə olur. Hər bir insan, bunun milyonlarla insanlar dünyasını dəyişir, ölüb gedir, vəfat edibdir, amma bütün bunları bilmir ki, hər şey dünyada Allah'a təmsil edir, hər şey Allahın surətindədir. Bal kimi içəndə, belə pətək kimi olur Rəbbin bədəni, məsələn, ata pətək kimi olur, içində bal, kəlam bal kimi axır, yağ, müqəddəs yağ kimi olur. Hətta çoxlu ayələr var bu barədə. Nəğmələr nəğməsində deyir ki, Rəbb, o kəlam deyir ki, sevgilimin ağzından o Rəbb deyir da, süd və bal axır. Dua edirik ağzımızdan axır, sel kimi. Həm də qidalanırıq Rəbdən. Sonra yağ kimi olanda artıq Rəbbin bədəni, ata məsələn, o görürsən ki, o kapron belə plasmas qablar olur, yağlar elə qallarda olur, plasmas qab kimi olur. Artıq bu dünyada ümumiyyətlə nəyin içindədirsə, bu məsihlərin Allahı göstərir. Nəyin içindədirsə. Məsələn, konfet kimi olanda Rəbbi yeyirsən, onun bədəni, məsələn, içində konfetini görsən, məhv olur. Allah belə əziz bacı qardaşlar, bədəni belə ruhla kəlam belə məhv kimi axır. Və yaxud da şokoladlar var. Dünyada nə qədər şokolad varsa, nə qədər konfet varsa, belə şirin çayla içilməli və yaxud yeməli, bunlar hamısı, məsələn, şey olsun,